Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Allahdan hər birinizə ibadət və itaətdə tövfiq arzuluyuruq. Bir sualın cavabı haqqında bugün danışacağıq. Sual bundan ibarətdir ki, niyə görə Qərbdə, Qərb ölkələrində, Amerikada və Avropada peyğəmbər olmayıb və peyğəmbərlər əsasən yaxın şərqdə, Misirdə, İraqda, Suriyada və digər bu kimi yerlərdə peyğəmbərlər olub. Biz bu sualın cavabını vermək üçün əvvəla Quran-ı Kərimə gərək nəzər eləyək. Quran-ı Kərim bir neçə ayədə, Fatir surəsi 24-cü ayədə peyğəmbərin barəsində buyurur ki, Bismillahirrahmanirrahim, İnna ərsəlnəkə bil-haqqi bəşirən və nəzira. Biz səni haqq olaraq müjdə verən və qorxudan olaraq göndərdik və immin ümmətin illa xəla fiha nəzir. Elə bir ümmət və toplum yoxdur ki, biz orada bir peyğəmbər qərar verməyək. Və yaxud da Nəhl surəsi 36-cı ayədə buyurur, Bismillahirrahmanirrahim və ləqəd bə'əthna fi kulli ümmətin rəsulən ən əbudullah və çtənibut tağut. Biz hər bir ümmətə bir peyğəmbər göndərmişik ki, onlar Allaha ibadət etsinlər və tağutdan çəkinsinlər. Bu kimi ayələr göstərir ki, yer kürəsində insan cəmiyyəti yaşayan hər bir məntəqədə bir peyğəmbər olub. Sadəcə peyğəmbərlərin bildiyimiz kimi dərəcələri var. Tilkər rusul fəddalna ba'dahum əla ba'd buyurur. Birin digərindən üstün elədik və fəzilətli qərar verdik. Peyğəmbərlərdən gedir söhbət. Balaca bir ailənin peyğəmbəri olub, balaca bir kəndin, şəhərin peyğəmbəri olub, bir tayfanın, qəbilənin peyğəmbəri olub, böyük bir toplumun peyğəmbəri olub. Peyğəmbər bəzən bütün insanlara gəlib, peyğəmbərimiz kimi, bütün bəşəriyyətə gəlib peyğəmbər. Yəni, bu sözləri ona görə deyirik ki, peyğəmbərlərin dərəcələri var. Yəni, nəzərə alaq ki, əgər biz deyiriksə ki, Avropa ölkələrində, Amerikada niyə görə peyğəmbər yoxdur? Ola bilər ki, Quran-ı Kərimin bu ayələrini əsas götürsək, orada da peyğəmbər olub. Ya əvvəla orada cəmiyyət olmayıb, sonradan yaşayış olub ki, bu tarixə də məlumdur bu söz, ya da cəmiyyət olubsa, orada peyğəmbərin olmamasına heç bir dəlilimiz yoxdur. Əksinə, dəlil var ki, orada da peyğəmbər olub. Sadəcə, o peyğəmbər nəyə görə məşhur olmayıb, o peyğəmbərin gətirdiyi sözlər, şəriət nəyə görə məşhur olmayıb, bu gərək suala cavab verilə. Əlbəttə, bu sualın cavabı bundan ibarətdir ki, gərək birinci növbədə sualı bu cür qoyaq ki, niyə görə peyğəmbərlər, böyük peyğəmbərlər ki, dünyaya məşhurdur, şəriət sahibidirlər, din sahibidirlər, belə deyək, adları Quran-ı Kərimdə gəlib və ulul əzm peyğəmbərlər sayılıblar. Bunların hamısı demək olar ki, yaxın şərqdə olublar. Yəni, Avropada, belə deyək, qərbdə olmayıb ki, onlar da oradan məşhurlaşsın. Məşhur peyğəmbərlərin, belə deyək, yaşadığı yer həmin bu yaxın şərq olub. Və nəzərə alaq ki, Quran-ı Kərimdə bir ayədə buyurur ki, Qafir surəsi 78-ci ayə, və ləqəd ərsəlnə rusulən min qəblikə, biz səndən qabaq peyğəmbərlər göndərdik, peyğəmbər. Minhum mən qəsəsna aləyk, onlardan elələri var ki, barəsində sənə danışmışıq. Onların hekayəsinin, adın, həyatı haqqında danışmışıq. Və minhum mən ləm nəqsusa aleykə, onların barəsində elələri var ki, biz həyat hekayələrini danışmamışıq. Yəni, 124 min peyğəmbərin hamısı yaxın şərqdə olsun, bu, yəni, qəbul olunan bir söz deyil. Sadəcə onların bir neçə məşhur və şəriət sahibləri yaxın şərqdə olublar və əsasən böyük-böyük peyğəmbərlər buradan çıxıblar. Və nəyə görə yaxın şərqdə olublar bu böyük peyğəmbərlər? Bu da həmin yerin həm strateji, həm coğrafi nöqteyi nəzərdən daha əhəmiyyətli və əlverişli olmasıdır. Mən bir misal çəkim. Qədirxum hadisəsi var İslamda. Qədirxum hadisəsi Peyğəmbərimizin Həzrəti Əli əleyhissalamı öz yerinə seçdiyi bir, Mövla kimi, canişin kimi seçdiyi bir hadisədir. Və bu hadisə coğrafi nöqteyi nəzərdən harada baş verib? Qədirxum adlanan yerdə. O yer necə bir yer idi? Peyğəmbər niyə görə o yerdə Həzrəti Əli əleyhissalamın mövlalığını çatdırdı insanlara? Çünki o yer daha əhəmiyyətli, əlverişli yer idi.
Çünki o yerdən insanlar müxtəlif ölkələrə, deməli Məkkədən çıxıb bir gəlirdilər, müxtəlif ölkələrə oradan ayrılırdılar. Dinin sözü gərək bütün dünya əhlinin qulağına çata. Peyğəmbərin sözü gərək dünya əhlinin qulağına çata. Söhbət böyük peyğəmbərlərdən gedir. O ailə, tayfa peyğəmbərləri yox. Ola bilər ki, dediyim kimi Quran-ı Kərim buyurur ki, onların olub və barəsində danışmamışıq. Həmin barəsində danışmadığı peyğəmbərdir ki, olub və o qədər də şöhrət taxmayıb. Və peyğəmbərlərdən bu da olub ki, məsələn, böyük peyğəmbərlərin nümayəndələri olub, onun şəriətini təbliğ eləyən peyğəmbərlər olub. Hamıya elə bütün ümmətə peyğəmbər gəlməyib ki, müəyyən yerlərdə həmin o böyük peyğəmbərlərin şəriətini, dinini təbliğ eləyən peyğəmbərlər olub. Həmin o böyük şəriət gətirən peyğəmbərlər də az olub ki, əsasən yaxın şərqdən çıxıb. Gərək bu suala cavab verilə. Niyə görə yaxın şərqdən çıxıb? Bu sualın cavabı həmin Qədirxum hadisəsindədir. Niyə görə Həzrət Əlinin mövlalığını Həzrət Peyğəmbər Qədirxumda seçdi? Çünki ora coğrafi nöqteyi nəzərdən əlverişli bir yer idi. Ona görə Həzrət Əli əleyhissalamın vilayətini insanlara tanıtdırdı ki, insanlar oradan rahat ayrılıb gedəndə öz məntəqələrində bu sözü desinlər. Yəni Allahın da istəyi budur ki, hədəfi budur ki, Allahın sözü Peyğəmbər vasitəsilə deyilirsə, o elə göndərildiyi məntəqədə qalmasın, o oradan yayılsın. Və yaxın şərq həm strateji nöqteyi nəzərdən, həm coğrafi nöqteyi nəzərdən üç böyük qitənin birləşdiyi, kəsişdiyi yerdir. Yəni dünyanı əlaqələndirən körpü sayılır yaxın şərq. Həm Asiya qitəsi, həm Avropa qitəsi, həm Afrika qitəsi. Və peyğəmbərlər də məhz bu kəsişmə yerində, bura yaxın şərq mərkəz sayılır. Niyə görə peyğəmbərləri Allah mərkəzdə qərar verir? Çünki mərkəzdən səs və xəbər insanların qulağına rahat çatır. Çünki mərkəz həmin mərkəzdir ki, insanların mədəniyyətinin, belə deyək, beşiyi sayılır, mərkəzi sayılır. Ən çox sivilizasiya, inkişaf məhz burada, bu məntəqədə gedib. Ona görə də Allah bu məntəqədən insanları çıxartır, peyğəmbərləri çıxartır. Çünki həm bu məntəqənin insanları çox inkişaf eləmiş insanlardır. Məsələn, Misirdə nə qədər inkişaf eləmiş tarixi abidələr var və yaxın şərqin özündə. Bunlar görsənir ki, sivilizasiya, inkişaf məhz bu məntəqədə, ona görə də bu məntəqənin daha çox peyğəmbərə ehtiyacı var. Çünki mədəni inkişaf eləmiş İnsanlar, mütərəqqi insanlar daha çox peyğəmbərə ehtiyaclıdırlar, nəinki vəhşi insanlar. Və Allah da peyğəmbəri bu yerdən çıxartır ki, insanlara rahat şəkildə qulağına çatsın, yayılsın peyğəmbərin sözü. Çünki peyğəmbərin sözü yayılmayandan sonra onun nə əhəmiyyəti olacaq ki, orada 5-10 nəfər eşitdi və çox insanlar qaldı. Allahın istəyi budur. Görürsünüz, peyğəmbərin özün də Allah Məkkədən çıxartır. Niyə görə? Çünki Məkkə ona yaxın olan mədəniyyətlərin, Rumun, İranın və Misirin, Ərəb ölkələrinin, belə deyək, ortası sayılır. Quran-ı Kərim dilindən desək, Məkkə Ümmül Quradır, bütün məntəqələrin anasıdır, yəni mərkəzdir. Coğrafi nöqteyi nəzərdən Allah Taala peyğəmbəri, məsələ Həzrət İbrahim peyğəmbəri də orada qərar verib. Oradan bütün dünyaya Həzrət İbrahimin sözünü çatdırıb. Mərkəzdir. Allah elə bir strateji nöqteyi nəzərdən əhəmiyyətli sayılan mərkəz nöqtəni götürür. Peyğəmbərin oradan seçir ki, insanların qulağına rahat çatsın və necə ki, bu da belə oldu. Çün mərkəz nöqtədir deyə peyğəmbərin sözü ətrafa, bilirsiniz ki, İran padşahına, Romiya və digər yerlərə peyğəmbərimiz nümayəndələr göndərib, məktublar göndərib və inkişaf etmiş yaxın şərqdə get-gəl çox olur. Ona görə də peyğəmbərlər əsasən bu məntəqədən çıxıblar. Peyğəmbərlərin də bu məntəqədən çıxmasının səbəbi məhz budur. Yəni, bəşər mədəniyyətinin beşiyi sayılır və yayılmaq üçün tövhid xəbərinin, tövhid sözünün ətrafa yayılması üçün ən yaxşı məkandır ki, Quran buna dediyimiz kimi Ümmül Qura deyir. Peyğəmbər də məhz burada, yəni Məkkə və yaxud da Beytül Müqəddəs olsun, Həzrət İsa peyğəmbərin olan yeri, Misir olsun,
olsun, Həzrəti Musa Fələstin olsun, İraq olsun, Həzrəti Nuh Peyğəmbər, Babil olsun, İraqda Həzrəti İbrahim yəni bunlar bəşər sivilizasiyasının, mədəniyyətinin inkişaf etmiş yerləridir, mərkəzləridir. Allah da peyğəmbərləri, söhbət böyük peyğəmbərlərdən gedir. Burada qərar verib və təbii ki, Quran-ı Kərimin əvvəldə oxuduğumuz ayələrini də nəzərə alsaq, elə peyğəmbərlər olub ki, bu peyğəmbərlərin dinini yayanlar olublar. Əsas da tanınan bu peyğəmbərlər olub və Quran-ı Kərimdə də barəsində danışılıb. O, ailə üçün, kiçik tayfalar üçün və yaxud da yerlər üçün olan peyğəmbərlər o qədər də tanınmayıblar. Çünki əsas tanınan bu peyğəmbərlərdir və bu peyğəmbərlər də həmçinin də şəriət sahibləri olublar. Yəni, məkan olaraq, coğrafi nöqteyi nəzərdən Allah məhz buranı belə seçib. O demək deyil ki, Qərbdə, Avropada peyğəmbər olmayıb, mümkündür peyğəmbər olub, Quran-ı Kərimin həmin dili ilə desək və bir cümlənə mən sözümü yekunlaşdırıram, bəşəriyyət və nübüvvət, bunlar bir-birindən ayrılmaz iki məfhumdur. Harda bəşər varsa, yaşayış varsa, necə orada hava və su var, mümkün deyil ki, insan cəmiyyəti canlı olan yerdə su və hava olmasın. Çünki su və hava canlının yaşaması üçün lazımdır. Bəşərin də hardakı yaşayışı var, toplum halda insan cəmiyyəti varsa, mümkün deyil ki, ora nübüvvətsiz, peyğəmbərsiz olsun. Quran-ı Kərimin məntiqi budur. Orada mütləq hava su olduğu kimi peyğəmbər də olmalıdır. Çünki peyğəmbərlik də həmin insan cəmiyyətinə hava və su qədər lazımlı bir mövzudur. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.